Cruises.az-ın dəyərli dostları, müştəriləri, Celestial Discovery gəmisinin bir neçə məlumatı istəyirəm sizinlə bölüşüm. Deməli, balaca bir gəmidir, 1200-1300 tutumu var. Xüsusiyyətinin ən böyük xüsusiyyətlərindən biri qısa marşrutlara getməyidir və adından da bilindiyi kimi yeni yerləri kəşf eləmək, discovery etmək üçün fəaliyyətini sürdürür. Hal-hazırda Quşadası portundadır və gəmi təzəliklə renovasiyadan keçib və əlbəttə ki, hər şey həqiqətən xoş bir atmosferdədir. Çünki təzə renovasiyadan keçəndə mütləq ki, hiss olunur, yeniliyi də hiss olunur, insana biraz daha xoş gəlir. Deməli, bu şəkil, bu da gəminin arxa hissəsində olan bir bar bölümüdür və aşağıda da həmçinin bu şəkildə rahat dincəlib xoş vaxtlar keçirə bilirsiniz.